İndi sizə bir qadının cinayət işindən danışacağım, dəyərli izləyicilər. Qadınları, həmcinslərini aldadıb Quş adasına aparıb və onları orada insan alverinin qurbanına çevirib. Üstəgəl düyməsini vurub kanalımıza abunə olun, dəyərli izləyicilər. Xəbəri də paylaşın ki, daha çox insan görsün, kanallarımıza, gənc qızlarımıza bir ibrət olsun. Bax, bu indi oxuyacağım xəbər. İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilir. Qafqazinfonun məlumatına görə Nailə Azadova adlı bir qadın adı şərtidir. 5 nəfər Azərbaycanlı həmcinsini insan alveri məqsədi ilə yoldan çıxarmaqdan ittiham olunub. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin istirahət zonası kimi tanınan Quş adasında işə düzəldəcəyi adı ilə aldadır və qadınlar onun təşkilatçılığı ilə Quş adasına çatdıqdan sonra məsələnin başqa olduğunu başa düşürdülər. Lakin bundan sonra Nailə Azadovanın Türkiyədəki adamları qadınları rüsvay edəcəkləri ilə hədələyiblər və onları istismara cəlb ediblər. Qadın məhkəmədə özünü təqsirli bilməyib və deyib ki, zərər çəkmiş şəxslər öz istəkləri ilə orada qalıblar və zərər çəkən şəxslər və şahidlər isə dəyərli izləyicilər verilmiş ittihamların doğru olduğunu təsdiq ediblər. İstismar qurbanı olan qadınlar bu cinayətlər nəticəsində müxtəlif xəstəliklərə yolunduqlarını bildiriblər və Nailəyə ağır cəza tələb ediblər. Lakin maraqlı məqam burasındadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Azadova insan alverində təqsirli bilinsə də ona şərti cəza verilir və həbsdən elə oradaca azad olur. Bu maraqlıdır, bu insanın cəzası nə olmalıydı, niyə şərti cəza ilə cəzalandırılır?